Burada mətbəxə aldığım bir neçə məhsul var. Gəlin birlikdə baxaq. Biraz böyükdür, ona görə belə göstərim. Ay, çox şirindir. Kahvaltılıq seti sifariş eləmişəm bu arada burada. Gözəlliyinə baxın bunun. Görün necə gözəl. Hələ ki yaxşı gedirik qablaşdırması. Hələ ki yaxşı ediriklər. Üçüncü. Bu dördüncü. Bu beşinci. 6 kişilikdir bu arada. Baxın bu da 6-cı. Yenə də belə mini kasaları var. Çox şirindirlər. Çox bəyəndim. Özü çox qəşəng keçən çatırıma yeyiblər. Hər birini belə ayrılıqda sürprizlərində də göstərəcəm. İndi isə keçirik digərlərinə. Burada belə bir bağlama çıxır. Bu bilirsiniz nədir? Kartuşka falan qızardanda, balıq eləyəndə, tavadan kənara sıçramasında istifadə olunan setkadır. Mən bunu Ikea'dan almışam. Mən indirimli bu qiymətlərindən almışam. Məsələn, bunu 8 manata əldə etmişəm, amma normal öz qiyməti 25 manatdır. Çox qəşəngdir. Yəni, bağlayıblar. Ölçüsü böyükdür, ona görə də rahatlıqla bütün tavalara gedə biləcək yeri. Baxın. Belə bu formada setkadır. Tavaların belə üstünə qoyursunuz ki, yağ kənara sıçramasın. Ona görə də məncə çox qəşəng məhsuldur. Materialı da çox qəşəngdir, bərkdir. Gözəldir. Bunu da bəyəndim. Sonra mətbəxdən davam edək. Mətbəx üçün bir dənə də yağdanlıq almışdım. Mənim yağ qabım qırıldı. Daha doğrusu Trendyoldan birini almışdım. Və o istər-istəməz, yəni heç yanı qırılmasa da yağ ətrafından belə yağ axıdırdı. Mən də o görüntünü heç sevmirəm. Ona görə də belə bir yağdanlıq sifariş etdim. Ümid edirəm ki, rəyləri yaxşı idi və ümid edirəm ki, bunlar belə olmaz. Bir dənə çıxdı. Ümid edirəm ki, o birisi də buradadır. Hə, buradaymış. Deməli, baxın. Buraya yazıb ayçiçək yağı, burada zeytun yağı yazıb. Bu nafinkadı üstünə yapışdırıb. Yəni, birlikdə bunları da yapışdıraq. Əvvəlcə bunu açım. Baxın, 2 dənə belə şişədir. Bunların isə başlıq qoyublar. Çox şirin oldular, baxın. Belə. Bunları da dolduracağım. Keçək digər sifarişimə. Son olarak isə bu olmalıdır məncə. Bunu indirimdən aldım. Biriniz görmüsünüz. Teleskopik tuş. Mən heç istifadə edəməmişdim. Bilmirəm necədir. Başlığı bu formadadır. İstifadə edəcəm makyajlarımda və fikrimi sizə bildirəcəm. Bu formada oldu. Bir dənə altlıq hissəsini məndə evdə vardı. Digər yağdanlığın alt hissəsini qoymuşam. Yəni ki, belə altında taxtası ilə göndərmirlər. Və çox da qəşəng görünür. Videonu isə bura qədər izlədiyiniz üçün çox sağ olun.